Salam, hörmətli izləyicilər. Qeyd edib ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət İctimai Birliyi, mən Göyçay Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərin biz Göyçay rayonunun Çəlik kəndindəyik. Bildirim ki, Göyçay rayonun Çəlik kəndində həm bizim təşəbbüsümüzdən, həm də Çəlik kənd Bələdiyyəsinin və ərazi nümayəndənin təşəbbüsü ilə Çəlik kənd yollarının işıqlanması ilə əlaqədar layihə həyata keçirilir. Bu günlərim artıq həmin layihəyə start verilibdir. Burada Çəlik kənd sakinləri var. Yəni Aruz müəllim də buradadır, Müşfiq müəllim də. Hər bir doğrudan da kənd sakini öz təşəkkürünü bildirir. Ərazi həm icra nümayəndəliyinə, həm bələdiyyə rəhbərliyinə ki, doğrudan da çox gözəl bir təşəbbüsdür ki, kənd yollarının işıqlandırılması. Yəni şəhər yolları işıqlandırılır, şəhər küçələri işıqlandırılır. Artıq bu layihə kəndlərə keçirilir. Yəni kəndlərdə də bu layihə həyata keçirilir. Biz də gəldik bu günlərin Çəlik kəndinə. Qeyd edib ki, artıq burada gördüyünüz kimi, çox xahiş edirəm, çəkin oranı, bax. Artıq burada küçələrin işıqlandırılması həyata keçirilir. Biz də bu tədbirdə iştirak edirik və bunu özümüzə borc bilirik ki, çəkib bunu ictimaiyyətə təqdim edək ki, doğrudan Azərbaycanın bütün kəndlərində, rayon kəndlərində bu tədbir həyata keçirsə daha yaxşı olar. Çünki kənd yollarının işıqlanması həm belə deyək ki, sakinlərin istəyidir, eləcə də kənddə olan təhlükəsizliyin təminatıdır. Yəni işıqlı yolda insanlar tam sərbəst hərəkət edir, həm kənddə müasirlik yaranır. Bu günlərim bu işlə əlaqədar Çəlik kənd sakini hörmətli Müşfiq müəllim də öz təşəkkürünü bildirmək istəyir adli qurumlara və bu işdə hər biri maraqlıdır. Müşfiq müəllim, bax burada Çəlik kəndində artıq gördüyünüz kimi küçələr işıqlandırılır. Yəni bu küçə həm şəhid adına olan küçədir, şəhid İsmət Piriyev, İlqar Nəbiyev və Ceyhun İsəfi olan küçədir, şəhid küçəsidir. Və işıqlanma həyata keçirilir. Münasibətiniz bu barədə xahişini bildirərdiniz. Sağ olun, Cavid müəllim, münasibətimiz çox gözəl. Sağ olun, var olun. Biz bu təşəbbüsə qoşuluruq, beşərli razıyıq. Kənd icra nümayəndəsinə razılığımızı bildiririk. Allah canlarını sağ eləsin. Belə bir gözəl təşəbbüsü irəli sürüblər. Sizə də can sağlığınızdır. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun Müşfiq müəllim və Aruz bəy də burada öz fikrini bildirəcək. Yəni Aruz bəy kənddə bələdiyyə seçkisi oldu. Bəli. Yəni Çəlik kəndində sizin bələdiyyə üzrə yəni öz fikriniz. Yəni bələdiyyə necə işləyir kənddə? Lap gözəl işləyir, qəşəng işləyir. Hamımız razıyıq. Əla. Xoşumuza gəlir. Çox gözəl. Bax bu kənd sakinləri razıyıq. Sağ olun. Kənd sakinləri öz fikrini bildirdilər. Doğrudan da bu günlərim yeni seçilən bələdiyyələr, yəni doğrudan da öz işlərini layiqincə həyata keçirirlər və bu günlərim Göyçayın Çəlik kəndində olan yəni həm bələdiyyə, həm ərazi nümayəndəlik Vüsal müəllim doğrudan da bu işləri layiqincə yerinə yetirir. Biz də ictimai nəzarət olaraq buradayıq. Yəni bizi dəvət ediblər, biz də bu təşəbbüsə qoşulmuşuq və ictimai nəzarət olaraq daima xalqımızın yanındayıq. Ona görə də mən buradan çağırış edirəm bütün Azərbaycanın bölgələrində, bütün kəndlərdə bax belə layihələr həyata keçirilsin, kənd yolları işıqlandırılsın. Yəni doğrudan da bu çox gözəl bir işdir ki, bütün sakinlər bunu istəyir və belə deyək, tələb də edirlər. Mən bir daha Göyçay rayonunun birinci növbədə icra başçısı Natiq müəllim Ağayevə təşəkkür bildirirəm ki, bu gündən Göyçayın daxilində də işıqlanma həyata keçirilir bütün küçələrdə, eləcə kənd yollarında, kənd yerlərində artıq işıqlanmalar belə deyək ki, mütəşəkkil formada həyata keçirilir. Buna görə də bir daha bütün bu işi həyata keçirən qurumlara öz minnətdarlığımızı bildiririk. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycanın prezidenti İlham Əliyevə. Diqqətinizi minnətdarlığımı bildirirəm.